Allah ki insanı yaradıb aləmi dünyaya göndərib, Pərverdigar aləmin yaratdığı bu mövcud, bu insan, bu varlıq ki var, Allah bu varlıqdan çox şey istəmir. İnsandan bir mərifət, insandan bəndəçilik, insan bəndə olar. İnsan bənd olar Allah. Bəndə fars sözüdür, adından məlumdur. Nə deməkdir? Yəni insan bənd olmalıdır, bağlanmalıdır. Nəyə bağlanmalıdır? İnsan Allahına bağlanmalıdır. Fəqət qəlbin verməlidir Allaha. İnsanın bu qəlbində bir dənə məhbub olmalıdır. İnsanın bu qəlbində bir dənə məşuq olmalıdır. O kim olmalıdır? O Pərverdigar aləm olmalıdır. Bir eşq olmalıdır, bir məhbub olmalıdır. Bir qəlbdə yüzlərlə eşq olmamalıdır. Bir qəlbdə yüzlərlə istək olmamalıdır. İmam Sadiq buyurur, Əl-məhəbbətu narun tufliqul masi vəl-məhbub. Məhəbbət bir üstü, məhəbbət bir ateşdir, yandırır, otlayır, məhv edir, fəqət insan üçün bir məşuq qalar. Əgər məhəbbətin varsa, tamamı qəlbində olan istəklər, ləzzətlər, hava və həvəslər hamısını vırıb otlayıb yandıracaq. Nə qalacaq? Bir məşuq qalacaq, bir məhbubun qalacaq. Allah da insandan bunu istəyir. Bəndəki bir insan bağlanmalıdır, qəlbin Allah istəyir. İnsanı ləzzət aldatmamalıdır. İnsanın mənəmsiliyi aldatmamalıdır. Nə qədər özündən öynərsən, nə qədər deyərsən mən, nə qədər mənəmsiliyə qapılarsan, nəyinlə öyünürsən, çox mu böyüsən, səndən də böyük dağlar var. Nə qədər mən deyərsən, mən deməyinlə dağları yerindən qopardacaqsan, İnsan bir əvvəlin yadına salsa, kim olduğunun yadına salsa, heç vaxt mən deməz. İnsanın əvvəli nəcasət gəlir, qəbirdə də dönür olur nəcasət, leş, mundar. Allah insana bunu tanıtdırmaq, bunu bildirməkdir, heç nəsən. Odur insan Allahına qul olmalıdır. İnsan Allahına qul olmalıdır, sonra mərifət Pərverdigar aləm tapmalıdır. Allahın tanımalıdır, Allahına eşq tapmalıdır, məhəbbət tapmalıdır. Nə qədər ləzzətlər hayında olsan, nə qədər ləzzətlər axtarışında olsan, vallahi Allaha yol tapmazsan. Nə qədər dünya axtarsın, Allaha yol tapmazsan. Nə qədər özündə mənəmsizlik çoxan deyərsən, mən, nə sən, heç nə. Nə qədər onda bunda ədalət axtaracaqsan, bir öz ədalətinin sorağına çıxmırsan. Nə qədər onda bunda səhv axtaracaqsan, özün bir gecə özvü qoymusan qabağıva, baxmısan ki, mən bugün nə eləmişəm, nə almışam, nə satmışam, nə ziyan eləmişəm. Dünya solğun buyurur hədisdə, dünya bir bazardır. Bu bazarın alıcısı var, bu bazarın satıcısı var, bu bazarın ziyanı var, bu bazarın mayəsi var. Satıcı insandır ki, satırsan. Alıcı ki var, əgər yaxşı əməlin olsa, Allah sənin alıcındır. Əgər pis əməlin olsa, şeytandır sənin alıcın. İnsan ki bu aləmdə satır, insanın satdığı bir şeydir, bu candır. Kimi bu canı dünyaya satır, kimi bu canı şeytana satır, kim də canı Allaha satır da. Bir bədəni ki torpaq altında qalıb, çürüyüb, məhv olacaq, niyə onu yaxşı qiyməti Allaha satmayarsan? İnsanın bir mərifəti olsa Pərverdigar aləmə, insan bilər nə var? İnsan dərk edər. Allah bəndədən bir şey istəyir, əbd, qul olmaq, qul. Buyurur, inni cəilun fil ardı xalifə, mən öz xalifəmi yaradacağam. Mələklərə buyurur, xəlifə, yəni danışın, yəni qaim məqam. Soruşdular, Ayətullah-ı Bəhdətdən, Allah ki deyir, xəlifə yaradacağam, xəlifədə məqsəd nədir? Ağa buyurdu, əgər Allah yer üzərində yaşasaydı, əl-yazı billaha, Allah yaşamaqdan kənardır. Misal üzündən buyurur, əgər Allah yer üzərində yaşasaydı, əgər Allah bir mövcud olsaydı, onlar da elə insan kimi olardı, ondan artıq olmazdı. Ona görə də cəzası böyük cəhənnəmdir ya, böyük əmanətə böyük xəyanət etsən, böyük əmanətə böyük xəyanət etsən. Allah ki bu insan ki aləmi dünyaya gəlib, Allah bu insana hər cür kəramət verib, hər cür bacarıq verib insan edə. Amma bəzən insan görürsən süstü edir, getmir. Niyə?
buyurur Quranda: "Və imməl həyatü dünya ləhvun və laib." Dünya həyatı sizin üçün oyuncaqdır. Oyuncaqdan başqa bir şey deyil. Həyat oyuncaqdır. Necə uşağın əlinə bir oyuncaq verirsən oynayar. Elə bizim də əlimizə bu aləmi dünya həyat verilib oynayırıq. Uşağın əlindən oyuncağı alarkən ağlayır. Elə ki bu dünya insanın əlindən alındı, düşdün can halına, ehtizar halına, can verirsən, görürsən ki öləndə əlin sürtür evinin divarlarına. Axtarır mənim qızıllarım hardadır. Deyir mənim filan qədər pulum var, pullarımı gətirin. Böyük insan dünyadan qırıla bilmir. Bir nəvəsinin başına əl çəkir, bir bunun toyunu görsəydin. Övladının toyunu arzu, bir övladının toyunu görsəydin. Bir onu görsəydin, görürsən ha, gədə aləmdən qırıla bilmir, baxmayaraq ki ölür, baxmayaraq ki dünyadan gedir. Bu da insanı bağlayan. Bu bağlılıq olsa, insan pərverdigar aləmə bənd ola bilməz, Allaha bağlana bilməz. İnsanın qəlbi bir şeyə bağlandı, onu zəncir kimi arxasıyla dartar. Dünyaya bağlandın, dünya dartar. Allaha bağlandın, Allah çəkər səni özünə tərəf. Bir quşun ayağın bağlasın ağaca, quş pərvaz edə bilər göyə? Yox. Çünki ayağı bağlıdır. İnsanın ki ayağı bağlıdır aləmi dünyaya, nəfsə, istəyə, hava və həvəsə, insan dərk edə bilməz çox şey. O ayağı dünyaya ki bağlıdır insanla, bilmirəm o insan nədir namazda qalıb deyək ki, əşhədu ənə Muhammedən Rasulullah. Deyir, əs-səlatu meyracil mu'min. Namaz müminin meyracıdır. Əgər bağlıdır ya ayağın aləmi dünyaya, namazda hara meyrad edirsən? Hara gedirsən? Hara uçsan, insan meyrad edə bilər. Yox, bir namazlar olar bir hal, halsız namaz. Əksəriyyətimizin namazı bu cürdür, bir hal, halsız. Görürsən namazda sən fikrin getdiyi başqa yerdə. Bir ağa namaz qılırdı, zəmiyyət namazı, səhv elədi namazda. Namazdan sonra elan elədi ki, bəs mən namazı səhv elədim rükətlər arasında. Namazı yeniləyəsiz. Biri durur dedi, ağa sən 3-cü rükətdəydin. Buyurur, hardan bildim mən 3-cü rükətdəydin? Qayıtdı dedi, ağa mənim 4 dənə dükanım var. Sən hər dəfə namaz qılanda, hər bir rükətində mənim fikrim bir dükanımdaydı. Hələ təzə 3-cü dükanıma çatmışdım, sən namazı saxladın. Sən 3 rükət namaz qıldın. Bir insan bir namaz qılar bir hal, bilməz hardadır. Fikri başqa yerdə, ruhən gedir başqa yerə. İnsan bu tür bağlı oldu, insan bilməz nə var aləmdə. İnsan Allahın istədiyi ola bilməz. İnsan ki bu aləmə eşq bağladı, şovq bağladı, başqa istəklər sıradan çıxacaq da, necə dedim. Buyurur, əl-məhəbbəti narın tufliqul masi vəl-məhbub. Məhəbbət bir atəşdir, bir otdur, hər şeyi yandırır, məhv edir. Fəqət insan üçün bir məhbub qalır. İnsanın qəlbində məhəbbəti oldu dünya, qiyməti də dünyadır, fikirləşdiyi də dünyadır, zəhni də dünyadadır, yatır hətta yuxuda da dünya görür. Amma sənin fikrin Allah oldu, yatsın yuxuda da görətsən, bir ilahi yuxu görətsən, bir Allahı məqamda olacaqsan. O da Əli ibn Əbi Talib əleyhissalam buyurur. Buyurur, mən əşiqə şeyən əma bəsərə, hər kəs bir şeyə aşıq olsa gözün kör edər. Bir gün Harun Ər-Rəşid dedi ki, bir şəxs ki axtarıram ki, həqiqətdə hədis rivayət eləsin ki, səhih hədis olsun. Tapdılar bir qoca kişini tapdılar ki, bir dərisi qalmışdı, bir sümüyü qalmışdı. Çox yaşlı bir kişi idi. Onu taxt-ı rəvanda gətirdilər saraya. Dedi, hədis deyəcəksən? Dedi, bəli. Dedim, mən əşiqə şeyən əma bəsərə. Hər kəs bir şeyi sevsə gözün kör edər. Harun Ər-Rəşid güldü. Xoşuna gəldi hədis bunun. Əmr elədi ki, ona qızıldan verin. Qızıl verdilər ona. Kişini gətirib saraydan çıxardanda kişi dedi, tez məni qaytarın Harunun yanına. Harun Ər-Rəşidin əskərləri gəlir, deyir, bəs deyir ki, kişi bizi qaytarın Harunun yanına, məni qaytarın Harunun yanına. Harun Ər-Rəşid deyir, gətirin onu. Kişini qaytarırlar, kişi deyir, ya Harun, kişi deyir, Harun Ər-Rəşidə, sənə bir sualım var. Harun Ər-Rəşid deyir, buyur, ver, nədir? Deyirsən ki, bu qızıl kisələrin mənə verdin, bunu mənə bəxşiş elədin, yoxsa bunu hər ayda verəcəksən? Harun Ər-Rəşid gülür. Deyir, əleyhissalam düz buyurur, mən əşiqə şeyən əma bəsərə, hər kəs bir şeyə aşıq olsa gözün kör edər.
Bax ha, bəzən insanın gözün dünya kör edər. Bəzən insanı dünya mərifətdən ayırır. Bəzən dünya insanı Allahdan ayırır. Aralı salar. İnsan bir dəndir, bir toxumdur. Allah inayət xası ilə bu insanı aləmi vücudda əkibdir. Allah insanı əkibdir. Allah insanı yerə sancıbdır. Allah özü bağıbanı insandır. Özü bağıbanı insandır. Buyurur, "Vallahu ənbətəkum minəl ərz." Allah sizi yerdən göyərtdi. Bu yerdən göyərən insan meyve-i tohiddir ki, aləmdə əkilir. Bir meyvədir ki, Allah'a xatırladır. Görürsən, ha, bəzən insanın simasına baxarda, insan deyir, bu insan necə nurani insandır. Necə insanı Allah'a xatırladır. İnsan bəzən olar tohid. İnsan başdan ayağa kimi olar nur. Nur-u pərverdigar aləm. Yediyi də nur olar, içdiyi də nur olar, davranışı da nur olar, danışmağı da nur olar, hərəkəti də nur olar. İnsana Allah'ı xatırladar. Allah özü bağıbanı insan. Özü insanı tərbiyə edəndir, özü müəllim insandır. Niyə? Yəni ta insan çata o məqama ki, olar məsəlullah. Allah hədis-i qudsidə buyurur, bəndə sən təqva və iman nəticəsində bir mərtəbəyə çatarsan, əqulukum fəyəkun, təqulukum fəyəkun. Mən deyərəm ol olar, sən deyərsən ol olar. Fəqət aramızda bir fərq olar. Mən olaram Allah, sən olarsan bəndə. Bir varlığı ki, özü əkib, özü tərbiyyət edər də, hamı insanın xidmətindədir ki, insan rüş tapa, insan ucala, bir məqama çata, ən azından Allah istəyən olar, amma qafil olmayan. Qafil olsa əgər, meyvə ki, pərverdigar aləm istəyib verməyəcək, o insandan ki, Allah bir bəhrə istəyib insan verməyəcək, bir bəhrə olmayacaq. İnsan bir məqama gəlib çatar, insanın məqamına heç nə belə çata bilməz. İnsan bir məqama çatar ki, mələk ona deyər ki, bir barmaqdan artıq gəlsəm qanatlarım yanar. Necə Həzrəti Peyğəmbər göyə meyraz edəndə Cəbrail dedi, ya Rasulallah, bir əzdə qabağa gəlsəm qanatlarım yanar, özün getkinəm. İnsan gələr bir mərhələyə çatar, gör hara ucalar. Amma insan gələr bir mərhələyə çatar, Allah Quranda buyurur, kəməsəlül himər, onlar uzun qulaq kimidirlər. Allah dərgahında uzun qulağın səsindən eybədər bir səs yoxdur. İnsan olar uzun qulaq, ondan da betər. Buyurur, uləikə kəl-ən'am, onlar itdilər, dörd ayaqlıdırlar, ondan da aşağıdırlar. İnsan bir məqam tapar, ucalar, tam mələk orası bilməz. İnsan da bir məqama çatar, hətta heyvanatı da alçaqlıqda keçər. İnsan budur. İnsan gərək qəflət olmaya pərverdigar alır. Ənbiyanı, peyğəmbərləri Allah insan üçün göndərir. Kitab endirib. Qəd cəəkum nurun min rabbikum. Quran buyurur, siz üçün Allah tərəfindən nur gəlibdir. O nur istəyir insana nur verə. İnsan baxanda nurla baxa, danışanda nurla danışa, yatanda nurla yata, yiyəndə nurla yiyər. İnsanın tamam əməlləri olar nur. Nur olar. İmam-ı Sadiq buyurur, bu nur bizük. Bu nur bizük. Bu nur Qur'andır. Nur Peyğəmbərdir. Yəni, necə ki, Qur'an nazil olub, eləcə də Peyğəmbər də nazil olub bu aləmə. Amma nazil olmayın səbəbi budur ki, insana müəllim olsun və insan tərbiyə tapsın. Ki, 124 min Peyğəmbər gəlib aləmə, onlar gəlirlər insanın hidayəti üçün, insanın kamilliyi üçün. Amma insanın öz içində bir Peyğəmbəri olmasa, heç mi onun köməyinə çatmaz? Qur'an buyurur, ittəqullah, təqvalı ol. Buyurur hədislərdə, qəzzu əbsarəkum tərunəl əcaib, gözvü ört naməhrəmdən, həramdan, dünyadan. Amma insanın içində, qəlbində, əqlində bir Peyğəmbər olmalıdır. Ona deməlidir, etmə. İnsanın içində bir ziyan olmalıdır, ona etmə. Odur Peyğəmbər, imamlar nazil olublar aləmə, ta insanlara tərbiyə vermək üçün.